Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, Zülmətdən Nura doğru verilişimizdə hər birinizi xoş gördük. Quran nuru ilə Kərbəlaya, İmam Hüseyn əleyhissalama baxmaq mövzusunda Quran-ı Kərimin bəzi ayələrinə nəzər salmaq istəyirik ki, o ayələr Kərbəla ilə daha yaxşı təfsir olur. Kərbəla ümumiyyətlə Quran-ı Kərimi çox gözəl surətdə təfsir edir. Əgər insan hansısa bir ayənin mənasını bilmək istəyirsə, onun müxtəlif yolları var. Biri də Kərbəla hadisəsinə, İmam Hüseyn əleyhissalama baxmaqdır. Məsələn, Quran-ı Kərimə biz nəzər salanda görürük ki, Quran-ı Kərim bir dəstə insanlara məhəbbəti bizə vacib edib. Nəinki vacib edib, hətta nübüvvətin müjdə olaraq təqdim edib. Yəni, bu insanlara sevgi və məhəbbət peyğəmbərliyin, risalətin, nübüvvətin əcri sayılır, müjdə sayılır. Sən istəyirsənsə əgər peyğəmbərə bir çox sağ ol deyəsən, təşəkkür edəyəsən ki, o sənin üçün peyğəmbərlik eləyib, səni hidayət eləyib, sənə cənnət bəxş eləyib. Bəli, onun əhl-i beytini, əzizlərini sevməlisən. Və bu sevgi ilə sanki sən Peyğəmbərin müjdini qaytarmış olursan. Amma söhbət buradan gedir ki, insan necə sevsin? Bəzən biz sevgini hörmətlə qarışdırırıq. Filan kəsə mənim hörmətim var. Amma sevgi başqa şeydir. Sevgi, bəli, ehtiram, hörmət lazımdır insana. Əhl-i beytə Allah deməyib ki, təkcə hörmət elə. Ola bilər sən birinə hörmət eləyəsən, amma ürəyində ona qarşı sevgi olmaya. Ola da bilər ki, sevgi ola, çox az ola, cüzi ola. Sadəcə möhtərəm insandır. Və yaxud da ola bilər, nəyəsə görə sən ona hörmət eləyəsən. Ümumiyyətlə sevgi yoxdur. Nəyəsə görə, cəmiyyətə görə, mənafəyə görə sən ona, ola bilsin ki, hörmət eləyəsən. Bizə deyilməyib ki, əhl-i beytin ehtiramını saxlayın. Hərçənd ki, o da vacibdir, amma ondan çox böyük söz deyib. Məsələn, Allah Quranda deməyib ki, möminlər bir-biri ilə dostdur, yoldaşdır. Ondan da böyük söz deyib qardaşdır. Əhl-i beytə deməyib, onları əziz tutun, hörmət edin, deyib sevin. Əgər insan sevsə, bəli, əziz tutmaq da onun içində olacaq, hörmət də onun içində olacaq, özü də səmimi, saf ehtiram və əzizləmə. Peyğəmbər əhl-i beytindən biri də İmam Hüseyn əleyhissalamdır. Yaxşı, biz İmam Hüseyn əleyhissalamı sevməliyik. İmam Hüseyn əleyhissalama onu əziz tutmalıyıq. Necə? O necəni Quran-ı Kərim bizə bir başqa ayədə göstərir. Məsələn, Peyğəmbəri biz sevək. Necə sevək? Buyurur ki, kamil surətdə sev. Başqa sevgilər bu sevgi ilə, belə deyək, müharibəyə girsə, mübarizə aparsa, sən Peyğəmbərə olan, Allaha olan sevgini üstün tutmalısan. Tövbə surəsi 24-cü ayə. Allah buyurur ki, qul Peyğəmbər de, İn kana abaukum və əbnaukum və ixvanukum və əzvacukum və əşiratukum, əgər sizin atalarınız, övladlarınız, qardaşlarınız, zövcələriniz, qohum-əqrabanız və əmvalun iqtərəftumuha, kəsb etdiyiniz mallarınız və ticarətun təxşəvnə kəsadəha, o alışveriş və məsakunu tərdavnəha, məskənləriniz, evləriniz ki, siz onlara, belə deyək, o məskənlərinizdən, evlərinizdən çox-çox razısınız. Əhəbbə iləykum minəllahi və rasulih və cihadin fi səbilih fətərəbbəsu. Əgər bunlar hamısı sizə Allahdan və Peyğəmbərdən, Allah yolunda cihad etməkdən daha sevimlidirsə, siz yəni Allahı, Peyğəmbəri sevirsiniz. Amma bu sadalananları da sevirsiniz. Ata, ana, qohum, əqrəba, var, dövlət, mal, ticarət, ev, eşik, bunlar da sevirsiniz. Deyir, əgər bunlara olan sevgi daha çoxdursa, yəni Allahdan, Peyğəmbərdən çox istəyirsinizsə, fətərəbbəsu, onda gözləyin, hətta yətiyəllahu bi əmri, Allah öz əmrin, əzabın nazil eləsin. Vallahu la yehdil qavməl fasiqin, günahkarları Allah
hidayət etməz. Yəni, insan Allahı və Peyğəmbəri sevirsə, hədislərdə var, Peyğəmbər buyurur ki, məni və əhl-i beytimi bir insan özündən, əhl-i beytindən, yaxınlarından çox istəmirsə, onun sevgisi, məhəbbəti kamil olmaz. Məhəbbət kamil olur o zaman ki, insan Peyğəmbəri, onun əhl-i beytini özünün, belə deyək, var dövlətindən, özünə aid olan şəxslərdən, doğmalarından daha çox istəsin. Yəni, buna deyirlər kamil məhəbbət. Quran-ı Kərim bizdən təkcə sevgi istəmir, kamil sevgi istəyir. Bayaq dedik, təkcə hörmət istəmir, ehtiram istəmir. Mən hörmətin saxlayıram. Yox, sənə deyilməyib hörmətin saxla. Sənə deyilib sev. Özdə necə sev? Kamil surətdə sev. Sən onu elə sev ki, əgər lazım olsa malından, evindən, balalarından, əhl-əyalından keçmək, onu neyniyəsən? Sən onu Allaha və Peyğəmbərə fəda eləyəsən. Bu qədər sevməlisən. Həzrət İbrahim Peyğəmbər necə sevirdi Allahı? Göstərdi. Həzrət İbrahimin Allaha sevgisi çox kamil bir sevgi idi. Balasını, övladını Allah yolunda keçir. Necə bir zaman Həzrət İbrahim malqarasından keçdi, qoyun-quzu sürüsündən keçdi. Bir dənə ya subbuhun, ya quddus, Rabbul mələikəti və ruh ki, Cənab Cəbrəil gəldi, oturdu bir kənarda, Allahın bu adını çəkdi. Həzrət İbrahim Peyğəmbər dedi ki, kimdir mənim məşuqumun, sevgilimin adını çəkir? Onu bir də çək, mən sənə var dövlətimin yarısını verəcəm. Məşhur bir hadisədir, eşitmişsiniz. Həzrəti İbrahim Peyğəmbər verdi. Bir də çəkdi. Yarısını da verdi. Sonra Cənab-ı Cəbrəil dedi ki, İbrahim, bu Allahın sınağı idi. Allah istəyirdi ki, görsün, sən Allahı nə qədər sevirsən. Varından, dövlətindən çox istəyirsən. Deməklə deyil ki, mən Allahı çox istəyirəm. Cəmaat Allaha olan sevgisinə görə var dövlətindən keçib, övladından, ev eşiyindən keçib, biz vaxtımızdan keçə bilmirik. 5 manatımızdan keçə bilmirik. Təsəvvür elə Həzrət İbrahim var dövlətindən də keçdi, ailə uşağından da keçdi, dünyaya gələndən sonra Həzrəti İsmail anası Hacərlə onu apardı, qoydu çöllü biyabanlıqda. Ot, ələf, su olmayan bir yerdə, Məkkədə. Özdə dedi, onları qoy orada, sən oradan çıx get yenə. Təsəvvür elə, ana, bala, İbrahim Peyğəmbər apardı onları, qoydu orada və oradan da uzaqlaşdı. Yəni Allah, mən səni o qədər çox istəyirəmsin, nə desin baş üstə. Dedi, apar qurban kəs övladımı baş üstə. Yəni Quran-ı Kərim bizə bu hadisələri nəyə görə danışır? Bu hadisələr ki, danışdım, Quran-ı Kərimdə danışılan hadisələrdir. Quranın dediyi məsələlərdir. Bunları ona görə danışdı. İstəyir ki, insanın Allaha qarşı olan sevgisinin kamil həddini göstərsin. Quranın bir dənə üslubu var. Üslubu var. Təkcə fəziləti göstərmir. Fəzilətin zirvəsini göstərir. Təkcə dəyəri göstərmir, dəyərin zirvəsini göstərir. Təkcə səbri göstərmir, səbirli olun. Biz adətən belə səbirli olmağı bir-birimizə tövsiyə edirik. Amma Quran-ı Kərim səbrin, dəyərin pik nöqtəsini göstərir. Nədən danışırsa pik nöqtəni göstərir. Bu Quranın üslubudur. Və biz bəzən elə məqamlardan danışırıq, elə mənəvi dərəcələrdən danışırıq ki, bəzən, məsələn, bizə irad da bildirirlər ki, məsələn, sən heç özün o cür deyilsən, amma ondan danışırsan. Deyirəm, mənim işim danışmaqdır. Bəli, çalışmalıyıq hər birimiz, içi mən qarışıq ora çatmağa. Amma ola bilər sən mənə sual verəsən ki, sən özün ora çatmamısansa, niyə bizə deyirsən? Bu ona görədir ki, yəni danışan adam, xütbə söyləyən adam, moizə eləyən adam, danışdığı mövzunun pik nöqtəsinin zirvəsini göstərməlidir. O zirvəni göstərməlidir. Yəni, bax, oradır ya, bizim yolumuz oradır. İçi mən qarışıq, hamımız ora getməliyik ya.
Yoxsa o zirvəni göstərməsək, hamımız öz əməlimizdən razı olarıq. Və Quran-ı Kərim oruc halda iftar verməyi Həzrət Əli əleyhissalamın, xanım Zəhranın ailəsinin timsalında bizə göstərir. Nəyə görə? Göstərir ki, oruc tutmağın, iftar verməyin pik həddinə bax. Zəkat verməyin pik həddinə bax. Hədislərdə ayağından oxu çıxartırlar, bilmir. Yəni, namazın sən, namazdakı xüzu-xuşunun, ilahi diqqətin sən zirvəsinə bax. Ayağından çıxan oxu hiss eləmir Həzrət Əli əleyhissalam namaz üstündə. Biz bunları danışmasaq, Quran-ı Kərim ümumiyyətlə danışmasa, onda namaz qılan qıldığı namazından razı olacaq. Elə biləcək ki, elə namazı odur ki, mən qılıram. Namaz necə olmalıdır ki? O namaza baxanda ki, Həzrət Əli əleyhissalam qılıb, o oruca baxanda ki, xanım Zəhra tutub, Həzrət Əli əleyhissalam tutub, o oruca baxandan sonra adam öz namazını, öz orucunu artıq yaraşdırmır. Quran-ı Kərim fəziləti, dəyəri təkcə göstərməyib, pik həddini göstərib bizə. Ki, bax, bu cür olub və pik həddinin də nümunələrini göstərib bizə. Ki, həm dəyəri göstərib, həm dəyərin pik həddini göstərib, həm də o pik həddə çatan adamı göstərib. Bu Quranın üslubudur. Ümumiyyətlə, bəzi məktəblər var, ideologiyalar var, pik həddi göstərə bilmir bizə. Bu Quranın, dinin yoludur, üslubudur. Quran deyir, sev Allahı, Peyğəmbəri, Əhl-i Beyti. Necə sev? Onu da bizə deyir. Malından, canından, övladından, evindən, var-dövlətindən də artıq. Belə sevmək olar, bəli olar. Kim sevib nümunəsi də? Tutaq ki, Həzrət İbrahim Peyğəmbər. Quran-ı Kərim bizə kamil məhəbbəti, sonra da xalis məhəbbət. Necə sevək? Həm kamil olsun, həm də xalis olsun. Xalis yəni nə? Xalis yəni qatqı qarışmasın ona. Sırf, səmimi, nəfs qarışmasın ona. Xalis iman. Məsələn, Quran-ı Kərimdə buyurur ki, "Əllezîne âmenû və lem yelbisû îmânehum bizulmin, ulaikə lehumul âmin və hum muhtedun." O kəslər ki, iman gətiriblər və imanlarını qarışdırmayıblar zülmünə. Onlar da əmin-amanlıqda və onlar da hidayət tapmış insanlar. Möminlər, hidayət tapmış möminlər kimlərdir? Onlardılar ki, imanların qarışdırmayıblar. Sevgilərin qarışdırmayıblar. Səni də sevirəm, səni də sevirəm, yox. Xalis. Məsələn, biz Allahı çağıranda, Quran-ı Kərim buyurur ki, Allahı xalisanə çağırın. Bəzən adam çarəsiz olur, qapılar hər tərəfdən bağlanır, çətinlik, məşəqqət insana elə üz gətirir ki, insan çıxış yolu görmür, orada başlayır Allaha üst tutmağa. Baxın, o üst tutmaq xalisanə üst tutmaqdır. Təsəvvür elə təyyarədə gedirsən, orada təyyarədə böyük bir nasazlıq baş verir. Demək olar ki, 100%-ə yaxın böyük ehtimalla ölümlə üzbəüzsən. Orada sən Allahı necə çağırırsan? Və sən evində oturanda, adi həyatında necə çağırırsan? O çağırışla bu çağırış arasında fərq var, yoxsa yox? Gəmidə dəryanın dərin yerində böyük bir tufan qopanda ki, az qalır gəmi çevrilsin, orada Allahı çağırmaqla, evində rahat vaxtda, süfrə arxasında Allahı çağırmağın nə fərqi var? O dəqiqə insan fərq hiss edir. Bax, din deyir, sev, xalis sev. Xalis sev. Həm kamil sev, həm də xalis sev. Qarışdırma. Ürəklə, səmimi, canı dildən gəlsin o sevgi. Kərbəlada, bunun Kərbəlana nə əlaqəsi? Deyir, istəyirsən, Quranın dediyi o kamil, xalis sevgini, imanı biləsən, bax Kərbəlaya. Necə İbrahim Peyğəmbəri nümunə göstərirdik? Dedik ki, həm Quran dəyəri göstərir, həm zirvəni göstərir, həm zirviyə çatan o şəxsi göstərir, Kərbəlada da bu cür. Xalis sevgini də Kərbəla göstərdi, İmam Hüseyin əleyhissalam və onun ətrafında olanlar.
əsl sevgini, xalis sevgini, kamil sevgini onlar göstərdi. Züheyr öz yoldaşına təlaq da verdi. Var dövlətin vəsiyyət elədi, getdi. Qoşuldu İmam Hüseyin əleyhissalama. Kərbalada bir nəfərə xəbər gəldi ki, sənin oğlun tutulub əsir olub. İmam Hüseyin əleyhissalam buyurdu, get sən oğlumu azad elə. Sən oğlunla məşğul ol. Dedi, yox, ağa, yəminə Rəsulillah. Mən buradan ayrıldım, yolda məni çölün vəhşi heyvanları yedi. Bu səadətdən də məhrum oldum, gedib o arzuma da çatmadım, oğlumu da xilası. Nağd mən səadətin içindəyəm, niyə onu tərk edeyim? Deyir, ağa ona pul verdi, müəyyən qədər vəsait verdi ki, bunu göndər, qoy oğlun azad olsun əsirlikdən. Amma İmam Hüseyin əleyhissalamı tərk etmədi. İmam Hüseyin Allahı necə sevirdi, necə ki Həzrəti İbrahim Peyğəmbər sevirdi. İmam Hüseyini necə sevdilər, İmam Hüseyin ağa necə sevdilər. Bax, Quranın demək istədiyi iman, məhəbbət ki, xalis və kamil olmalıdır, onu Kərbəla bizə göstərir. Necə Həzrəti İbrahimin timsalında görürük, Həzrət İmam Hüseyin əleyhissalamın da timsalında görürük. Ona görə də Kərbəlaya Quranla baxanda, Quran ayələrini oxuyub, Kərbəlanın üstünə gələndə görürsən ki, Quran Kərbəlada cilvələnir. Kərbəla Quranın rənginə boyanıb. Quranın ətri gəlir Kərbaladan. Ona görə də Kərbəla bu qədər müqəddəsdir və insanların ürəyində xüsusi yer alıb. Allah bizi İmam Hüseyin əleyhissalamdan dünya və axirət ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.